Gələ Qasimim, başın üstə ömrümün axırı, atan olmadı. Gələ Qasimim, ürəyi yaralı əmün gəlib, niyə gəlmisən dilə Qasimim, niyə gəlmisən dilə Qasimim. Gələ bilərsiniz biraz qabağa, nə olar? Mən hər dəfə demeyim də, biraz gəlin bura qədər, o arkada dayananlar da rahat eləsin. Orta cəmdə gəlin, sizə qurban olaram, qədəmlərinizə qurban olaram. Başın üstə ömrümün axəri, atan olmadı. Gələ Qasimim. Gəlin də gəlin, sən də gəl qardaşım, sən də gəl. Orada boş qalıb gəlin bura. Başın üstə ömrümün axəri, atan olmadı. Gələ Qasimim, ürəyi yaralı əmün gəlib, niyə gəlmisən dilə Qasimim, niyə gəlmisən dilə Qasimim. Bilmirəm görübsüz ya yox, Allah görsətməsin, hər nədən çətin ola, adamın əlində bir əmanət ölə, adamın əlində bir əmanət gedə. İmam Hüseyin ağa üçün Əli Əkbərdən çətin idi Həzrəti Qasimin ölümü. Çox çətin idi. Əmanət idi də, qardaşı balası idi. Başın üstə ömrümün axəri, bir də deyəcəm bunu, yaxşı qulaq asın, cavanlar, dünənləri Əli Əkbər ağadan oxuduq, bu günləri ürəyim istəyir, əziz qardaşım da təbəssül elədi, o İmam Həsən ağanın gözəl balası, Həzrəti Qasimə, ustadlar bilərlər, bizim eldə siz də bilərsiniz, məsələn, bir xanımı, bir bəyə ad eləyən də deyərlər, o iki cavan bir-birinə adaxlıdırlar. Belə bir söz var, ibarə var, hacı, üzr istəyirəm, adaxlı. İmam Hüseyin ağanın qızı ilə adaxlı idi Həzrəti Qasim. İmam Hüseyin ağa roza oxuyub Həzrəti Qasimin üstündə. O rozadan birini tapmışam mən, Ustad Qəffarinindir. Bildiğin roza oxuyub. Bilirsən nə cür deyib ağlayırdı. Deyirdi ki, yaralı Qasimim lay lay, vəfalı dilbərim lay lay, mənim qeyrətli damadım, əziz Əkbərim lay lay. Bunu deyib ağlayıb. Ay İmam Hüseyin ağa, oxuyacam. Bunu deyib ağlayıb. Çox bətər təsir elədi Həzrəti Qasimin ölümü İmam Hüseyin ağa üçün. Ona görə ürəyim istəyir, ağanın bir dənə bu səsinə səs verək, sənə canım qurban. Nə olar, məni tək qoyma da. Ürəyim istəyir ki, sən məndən bahəm deyəsən. Başın üstə ömrümün axəri, atan olmadı. Gələ Qasimim, denə, başın üstə ömrümün axəri, atan olmadı. Ürəyi yaralı əmün gəlib, ürəyi yaralı əmün gəlib, niyə gəlmisən dilə Qasimim, niyə gəlmisən? Mənim də ürəyim istədi, bir bənd bundan əli apar sinüvə. O yaney mənim aya bənzərim, o yaney şərəfli dilavərim,
O yani mənim aya benzerim, o yani şerefli dilaverim. Dağılıp dikül bedenin yere, necə xeyməsən, necə xeymiyə səni göndərim. Qoy əli balam kiminə şüvi, yenə bu əvaya özüm sərim. Əgər olmasa bu işə təvan, sonra eyləmə kilə qasimim. Əgər olmasa bu işə təvan, sonra eyləmə kilə qasimim. Ürəyi yaralı əmin gəlib, ürəyi yaralı. Niyə gəlmisən dilə, niyə gəlmisən dilə qasimim, niyə gəlmisən? Simim gözümüz yası, göz aç danış, dilimin nevası nevaya gel. Gözümüz yası, göz aç danış, dilimin nevası nevaya gel. Ürəyim darıxdı bu qüssədən, mənə səs verin sədaya gəl. Məni atma nəğməli bülbülüm, yenə bağı eşq o səfaya gəl. Məni bağ-ı-banimələr qoyub səfər eyləmə belə qasimim. Məni bağ-ı-banimələr qoyub səfər eyləmə belə qasimim. Ürəyi yaralı əmin gəlib, ürəyi. Niyə gəlmisən dilə qasimim, niyə gəlmisən? Batıbdı peşərin qanı, qalıbdı səhrada Qasim can. Aksakallar böylər, hamızdan üzr istəyirəm. Adama nə qədər çətin olar qardaş balasın, cənazəsi əllərin üstündə qala. Mən ölüm nə qədər çətin olar. İndi dedim, bağıban sözü elə belə demədim mən. Qalıbdı peykərim, batıbdı peykərin qanı, qalıbdı səhrada Qasim can. Səriyyət cismimi görsə, gələr fəryada Qasim can. Dəyişmərəm, bu bəndi heç yerə dəyişmərəm, bax. Dedi oğul, bayaqlarım, şeirlərin birində qabağıma çıxdı. Deyərdiler, Hazreti Ali Ekber rozasında cavanlar yada düşer, oğlu ölenler yada düşer. Amma niye Kasım'da bilmirəm, toy görmeyenlerine yana yana ağlıyor. Bir de deyirəm arzum budur, kaş bu məclisdə oğlu ölen olmazdı. Məxsusən o analar, o dədeler ki bir ömür balalarının toy arzusuyla yaşadılar ama görmediler. Kaş olmasın, kaş olmasın. Hacı sen Allah, yaxşı qulaq as onu İmam abi. İmam Hüseyin ağanın bu rozası adamın ürəyi yandırar. Dedi oğul, Səriyyət ismimi görsəm, gələr fəryadan Qasim can. Oğul,
Sənə mən 10 il vətəndə vəfalı bağiban oldum. Bak sözə bax. Sənə 10 il, sənə mən vətəndə mən sənə 10 il vəfalı bağiban oldum. 10 il. Yani vallahi da mənim qucağımda böyümüşsən də balası. Vətəndə mən sənə 10 il vəfalı bağiban oldum. Aton öldü, yetim oldun. Atondan mehriban oldum ay bala. Balam. Aton öldü, yetim oldun. Atondan mehriban oldum. Bunları niye dedi ağa? Ama ahırda bir söz dedi. Dedi Kasım görüp bu dünyanın başına çüleləzim bala. Ahırda görməni ne yaman içine koydu? Bunu bir de evvelden diyeceğim. Vətəndə 10 il mən sənə vəfalı bağiban oldum. Aton öldü, yetim oldun. Atondan mehriban oldum. Dolandı bəxtim axırda sənə Nohə xan oldum ay bala. Ses verən ya Hüseyin. Hiç bilmirəm görüpsüz ya yok. Kişinin balasına lay lay demeyin görüpsüz ya yok. Bazen kişi diyebilmez, diline getirebilmez. Bu mənbərə and olsun. Kadınla işim yoktu, hanımla işim yoktu. Hanım ne dost biler ne düşman biler. Her yerde ele ürəyi balasını isteyende diğer balam lay lay, gülüm lay lay. Bacı da elədik, hanımlar bilədi. Ama kişi vurar ürəyine, diline getirebilmez, ele ürəyinde ağlıyor. Ama ben bir defa görmüşəm ha. İmam Hakkı bir defa görmüşəm. Yadıma düşmür, bir tane sabah məclisiydi. Gördüm dedesi elin vurur sinəsinə. Deyir ki, elə yana yana deyirdi. Deyirdi ki, arzularım ürəyimdə qolan balam lay lay. Kişiydi, Allahu Ekber. Elə yana yana ağlayırdı. İmam Sinəqə ağladı ya. Dedi ki, yaralı Qasimim lay lay. Vəfalı dilbərim lay lay. Mənim qeyrətli damadım əziz Əşmərim lay lay. Ay bala. Ses verən ya Hüseyin de. Ay aman ay aman. Belə rəsmidir ki toy eyləyən eline o gündə həna yaxar. Oturup bezekli otaqda gözü aynada gəlinə baxar. Axı kim sənin kimi toy günü süzülüb cemalinə qan axar. Necə gör cəfa ilə yıxdılar səni qatil, səni qanlı məqtələ Qasimin. Bu cihanı fani görüp gözün ufuki hakikati aktarır. Yetişip sen eşkı ve ruhun kuşu acı izzeti aktarır. Güzelim susuz dudağın yine kadeh şehadeti aktarır. Dəxi konser ilə dudağın yox zərrə fasilə Qasimim oğlum. Sızıltılar ve kurban olun, naleler ve kurban olun. Ay bu gece o Cavan Hazreti Kasım'a ağlamaya gelenden arzu ügdelerin fikreliyirdim açaram.
Səni damad eləyəm bak, sinəmə gül saçaram. Evimə gəlsə gəlin oğul, arzu uqdələrin fikr eləyirdim açarayım. Niyə məni bu hala saldın? Səni damad eləyəm bəxt, sinəmə gül saçarayım. Evime gelse gelin, ayak açıp kaçarım. Çok çetindi, anı için bundan çetin ne olabilir? Allah görsetmesin, bir de deyirəm, üzüzden evüzden uzak olsun. Bəxtəbər o anadır, baxa balasının boyuna, harda ürəkdən ana sevinər. Harda? Məsələn, nə vaxtı? Qalib gələndə, yox. Görərsən ki, xanımlar bunu yaxşı bilərlər. Görərsən ki, Seyfi, Allah ömür versin, deyər ki, ananın arzusu aləmdə bir oğul toydu. Toy arzusuyla günü, saatı sayan anadır. Görərsən ki, məsələn, neçə il arzu eləyər ki, mənim balamın toydu ya. Toy olan gün nə olar? O gün ki, məsələn, bizdə deyirik, bəy gedib bəzənməyə. Görübsünüz, gedər saçını düzəldər, təzə kəstum geyinər. Gələr evə, qəsə görərsən geyinər, qara kəstum, ağ köynəkdə. Ananın gözləri deyər, sənə nənün qurban bala. Bala, sənə nənün qurban, mən neçə ildir bu günün arzusundaydım bala. Birdən yanında xanımı da olsa, deyər ki, oğul, özüvə də qurban olum, o gəlinivə də qurban olum. Mən onun belədir ya, yox. İndi birdən Allah görsətməsin, o arzuda olan ana balanın cənazəsini görər. Elleri koyar yüreğinin başına, yana diyer, arzularımı yalan eləyəm, balam lay lay, balam lay lay. Bilmirəm bu Həzreti Qasım rozasında, niye benim her rozada bu roza yadıma düşer? Hərə bir söz değil, İmam-ı Zaman, bu günlerin 7 gündür sende ceddi ve ağlısan, ama bilmirik harda ağlısan. Ama yakinimiz var, Abdullah zaman ölenlerin Fatimiye yakinimiz var. Sen de yas tutup ağlısan, Emine Belfez'e ağlısan, ceddi ve ağlısan, El Yeşmer'e ağlısan, Hazreti Qasım'a ağlısan. İmam-ı Zaman, özüme deyirəm, benim ləyaqətim yoktu, sənə roza oxuyam, ama ağa səlah bilsin buyur gənclə, sən də əyləş məclisdə, sənə qurban olar. Çətin rozadır, hərə bir söz deyir, mən amma ustadlardan eşitmişəm, o söz bu Fatimənin barəsindeydi. Aşuradan sonra bir nefer geldi Yazid'e işare eyledi. Dedi emir, o hanımı istirəm mənə kəniz verəzlər. Deyirlər o Fatime-i Hazreti Qasım'ın adaxlısıydı. O hanım görəndə, gördülər yana yana geldi, əyləşdi Zeynəb'in qucağında. Dedi bibi. Diyebilsem eğer bu sözü diyebilsem, yadıma düşse ağlayacaksan bak. Evvel sözü bu yoldu. Dedi bibi, özünde gördün elə bil məni şəniz istirlər bibi. Ya Allah, bibiden halda mənə bak. Kolları bağlı zəncirdə. Dedi bibi, bulan ki görmediler bizde izzet o fezli kim yok? Dedi bibi
bibi, bunlar ki görmediler bizde izzet o fezli. Kolum bağlıdır bibi, çağır emime bel fezli. Ay bibi, bibi amandı koyma beni yaparsınlar. Ayım uca dilen ya Hüseyin, gel. Aman aman aman, aman aman aman, aman 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 aman. Ay batanda oldu süzen. Bana bak, yadıma düştü bak. Ay batanda oldu süzen, akar suda balık üzer. Bibi toy görmeyen yaslı gelin, Kənizliyə necə dözer, Kənizliyə necə dözer. Ay batanda oldu süzer, akar suda balık üzer. Toy görmeyen yaslı gelin, Kənizliyə necə düzer, Kənizliyə necə düzer. Rəhmətli qoy mərhum Səlimin də ruhu şad olsun. Bir bənd bunu oxuyacam kömək elə. Vayəm oğli, canəm oğli, mən sənə qurbanəm oğli. Ayəm oğli. Ustad ruhun şad olsun. Ne qurbanəm oğli. Ay batanda oldu süzen, akar suda balık üzer. Toy görmeyen yaşlı gelin, Kənizliyə necə dözer, Kənizliyə necə dözer. Ayəm oğli, canəm mən sənə. Bir de ayəm oğli. Bir de dinen ayəm oğli. Mən ki bilmirəm, Allah görsətməsin deyilər, gün ortaya qədər İmam Hüseyin nə qədər gül daşıdı xeymələrə bilmirəm. Hey cənazə daşıdı xeymələrə. Gəl bacı Qasım Gülpirəhəni doğradılar, Kufə əşrari əzizi Həsəni doğradılar. Neyzələr şanə vurub tellərinə, qan ilə yaxdı həna əllərinə. Bir bəndə belə oxuyacam, ondan sonra əlvi apar sinivə. Bacı özümə dedim, ürəyimin qəminə qurban olaq ya Zeynəb. Hacı Ramin hər müsibətində gələrdi, deyərdi bacı yanımda ol bacı.
Ay nənəm əvəzi bazı. Əli Əkbər də gələndə, Qasım da gələndə, dostları da gələndə xanım Zeynəb çıxırdı, deyirdi, qardaş, ürəyimin qəminə qurban olaram, sənin yanan ürəyimə qurban olaram, sən nə çəkibsən? Dedi bazı, bazı, sərbazımın əhşanlığına baxmadılar. Sərbazımın əhşanlığına baxmadılar. Damını mən ağlamaq oxumuram ha. Mən aldım göz yaşımı səndən. Amma ağlasın da ağlayırsan da. Gör nə cürədir, dedi bacı. Bacı, ay bacı, sərbazımın əhşanlığına baxmadılar. Küfələr, küflər Fatimə qurbanlığına baxmadılar. Bizrih peşərin üryanlığına baxmadılar ay bacı. Hiç baxmadılar bu balamın əynində zirih var ya yox. İki şəmşir ilə üryan bədəni doğradılar. Dağılan cismidi ya inki müəmmadi yerə. Rəclərindən tökülüb qan kimi fəryad yerə. Bax, bax. Sinidən yıxdılar ta yarəli damadı yerə. Elə bil qəddi ərusə kəfəni doğradılar. Hazır ol günah. Dedi bacı sen şahid edin. Bu kardeşimin emanetim ben neçə ildir saxlayırdım bacı. Sen şahid edin bacı. Bacı hiç bilmirəm kardeşime sənə ne tür cevap verəcəm. Hiç bilmirəm ne tür cevap verəcəm. 2 yaşdan bu bala ruh ile reyhan midi. Bak. 2 yaşdan bu bala ruh ile reyhan midi. Erş sinemde benim əxdər tabanım idi. Qasımın canı qəsəm Heydərə öz canım idi. Fərqi yoxdur bacı fikr eylə məni doğradılar. Ay bacı, ay bacı. Məhəbbətə qurban olum. Lənət olsun gültahanı bu halə salanı. Yoxdur üzvlərindən badı salim qalanı. Təşü tənha tapıb əşrar köməksiz balanı. Çox qəribanə cəlayı vətəni doğradılar. Əyləşinin gəl bacı Qasım-ı Gülpirəhəni doğradılar. Küfə əşrarı əzizi Həsəni doğradılar. Gəl bacı Qasım-ı Gülpirəhəni doğradılar. Küfə əşrarı əzizi Həsəni doğradılar. Neyzələr şanə vurub tellərinə. Qan ilən yaxdı həna əllərinə. Qan ilən yaxdı həna əllərinə. Ged oturub qardaşıva ağla bacı. O Nuhənin ahəngidir ya. Da müntaha Həzrəti Qasımdan oxuyuram. Amma əzbərlə qoyma mən elə hamısını oxuyayım. Sən də mənə kömək elə. Gəl bacım Qasım-ı Gülpirəhəni doğradılar. Gəl bacım Qasım-ı Gülpirəhəni